Salam, hörmətli izləyici. Zəhmət olmasa bu videonu bəyənin. Bələdiyyə torpağında ev tikən şəxslər şad xəbər bilsinlər. Bəzi şəxslər pulla, bəzi şəxslər isə pulsuz torpağı özləşdirə bilər. Belə ki, Cənab Prezident fərman imzalayıb, fərmanla qiymətləndirmə haqqında qanunu təsdiq edib. Belə ki, bələdiyyə torpaqları artıq bələdiyyə yox, qiymətləndirmə təşkilatları qiymətləndirəcək. Yəni hərvədə çıxarır həmin torpaqları. Hərvədə çıxdığı zaman bu torpaqları bəzi şəxslər pulunu ala bilər, bəzi şəxslər dediyim kimi pulsuz. Söhbət kimlərdən gedib? Mən məsəl üçün özüm 50 şəxs olduğuma görə və 50 təşkilatın rəhbəri olduğuma görə, hüquqşünas olduğuma görə bilirəm ki, 50-10 şəxslər şahid ailələri, Qarabağ ailələri mənzil növbəsindən durmuşdu. Həmin şəxslər gedib ev almışdı bələdiyyə torpağına və ya ev tikmişdi. Belə bir məsələ yaranır ortalıqda. Yəni qanunvericidə yazıb ki, mənzil məcəlləsində vətəndaşlar güzəştli şərtlərlə sosial evlərinə təmin olunmalıdır. Yaxşı, bu vətəndaşlar sosial güzəştli evlərinə təmin olunursa, o halda da o deməkdir ki, bələdiyyə hərvədə çıxartmadan həmin evi həmin şəxsə verməlidir. Və yaxud mənzil növbəsində olan şəxslərə. Bilirsiniz ki, Sovet dövründə bir çox şəxslər mənzil növbəsindədir. Nəzərə almaq lazımdır. Əsas məsələlərdən biridir. Mənzil növbəsində olan şəxslərin siyahısı genişdir. Burada Çernobıl əlilləri var, ümumi əlillər var və digər şəxslər var. Ona görə də bu onsuz da bu formada olmalıdır. Hətta şəxs gedib pul versə, həmin evi öz adına salsa, hərəcdə alsa, onsuz da onu növbədən çıxaracaqlar ki, sənin evin var, sənə düşmür və yaxud da ailə üzvünün evi var. Nəzərə almağı lazımdır. Mən düşünürəm ki, bununla bağlı daha çox məhkəmə predmetləri olacaq, məhkəmə mübahisələri olacaq. Bunu mən hüquqşünas kimi deyəm. Amma növbədə olan şəxslər və 50-10 şəxslər, istər Qarabağ, istər digər 50-10 şəxslər demək istəyən ki, əgər qanunla sizə ödənişsiz həmin torpaq düşürsə, alın, ödəniş etməyin. Onsuz sizin növbədən çıxardacaqlar ki, sizin adınızda ev var. Ona görə pulsuz almaq hər kəsin növbədə durduqdan sonra güzəştlə haqqı var. Haqqınızdan istifadə edin.